Salam dostlar. Salam aleykum. Necəsiz, keyfiniz, ahvalınız? İnşallah ki, yaxşısınız. Uyda bu nə idi ola? Mən nə tez giriş elədim. Belə giriş olur. Neyse dostlar, necəsiz, keyfiniz, ahvalınız? Yaxşı olasınız dediyim kimi. Mən Cabir. Allah Allah. Adım Cabirdir. Yok ya. 17 yaşım var. İnşallah bu belə Konuş artık. dostlar biraz həyəcanlıyam. Sözləri belə deyim də zülmlə seçirəm. Mənə başa düşərsiniz. Adım Cabirdir, 17 yaşım var. Bu qısa bir videodur, vlogdur. Yəni tanıtımın bir parçası deyək. İnşallah yaxın bir zamanda hardasa bir 5-10 dəqiqəlik bir tanıtım videosu gələcək özüm haqqında. Bu videonu atmaqda səbəbim odur ki, yəni kanal boş qalmasın. Siz gözəl izləyicilərimiz indidən məni görsün, tanısın. Yaxın bir zamanda yeni videolarla qarşınıza çıxacağam. Belə deyim də, yəni challenge-lar olsun, səyahət olsun. Çok şükür yarabbim. Cürbəcür videolarla qarşınızda olacağam Allahın izni ilə və bu sizin əlinizdədir. Ümid edirəm ki, videonu bəyənərsiniz. Dediyim kimi bu qısa bir tanıtım videosudur özüm haqqında. Dostlar, videomu bitirməmişdən qabaq əşyalarımı göstərmək istəyirəm. Birinci bu əşyadan başlamaq istəyirəm. Belə bir işıq hal-hazırda da görürsüz də, yəni sifətim necə aydın görsənir. Bu işığın sayəsində çox yaxşı işıqdır. Kim almaq istəsə tövsiyə eləyirəm. Hal-hazırda özünü göstərə bilmirəm. Amma niyə danışa bilmirəm? Nəysə də dostlar, yəni hal-hazırda taxmışam, istifadə eləyirəm. Ona görə də özünü göstərə bilmirəm. Qutusunu göstərdim. Məncə bilənlər bildi onsuz da nə olduğunu. Belə bir tripod göstərmək istəyirəm. İnşallah bu tripodla videolar gələcək, uzun videolar bununla gələcək. Bir də nə qaldı? Hə, gözləyin gəlin. Dostlar, gəldim. Yox, bir dəqiqə bunu göstərim. Belə bir mikrofon almışam. Yaxşı mikrofondur və onun dalınca da iPhone üçün, yəni iPhone-u dəstəkləyən belə bir USB almışam. İndi hamısını bir-birinə qoşub sizə göstərəcəm necə işlədiyini. Bəli, gözünüzün qabağında hal-hazırda açıram. Elə birinci mikrofonu göstərim. İkinci olaraq da çıxarda bilsəm bu Type-C başlığıdır. Həqiqətən çox həyəcanlıyam, bilmirəm niyə. Yəqin ki, ilk videom olduğuna görə. Düzdür, burada əziyyətli bir şey yoxdur. Yəni bu dediyim kimi qısa bir videodur, tanıtım videosu. Qısa deyirəm, sərdən yəni uzatdım deyəsən hər şeyi. Sizdən çox xahiş edirəm, artıq dərəcədə bu videonu bəyənin ki, bu videoya baxım, görüm ki, həqiqətən dəstək var. Adicə bu videoya belə dəstək varsa, onda mənim atdığım tanıtım videoya yəqin ki, dəstək gələr. Nəysə, çox uzatmayım. Bir də dostlar, baxın, bu mikrofonun adapteridir. Hal-hazırda içindən çıxartmaq istəyərdim. Sadəcə valla uzun çəkir də, yəni bu çox pis bağlayıblar bunu ona görə. Bəli dostlar, gəldim. Gördüyünüz kimi inşallah səsim yaxşı gələr. Bunları göstərmək istədim. Başqa da yəni göstərmədiyim şey qalmadı da yəqin ki. Bir dəqiqə ilə çıxardım, yaxından da görəsiniz. Bəli dostlar, kanala abunə olmağı, videomu bəyənməyi və gözəl fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Gələn videoda görüşənədək matı.